Yine də salam ərz eləyəm əziz dostlara. İrandan nadir nişanələrin birindən V əlamətidir. V əlamətin İranda çox az-cana müşahidə edilir. Çünki bu nişanə İranlıların asarına mərbut deyil. Bəlkə V əlaməti Latin hurufatın birindəndir ki, Yunanlılardan və Rumlardan qalıbdır. Yunanlılar iki dövrani Sulukidə İrana hökumət eləydilər və Rumlar iki bəzi zamanlarda, məsələn dövrani Əşkanidə və Sasanidə İranın bəzi mənatiqlərinə əl tapdılar. Bəzi məhdudələrdə V əlamətin həkk eləydilər. Müşahidə eləyiz. Daşı kəsiblər və V şişdində çıxardıblar. Yunanlılar və Rumlular mühüm məqbərələri üçün və mühüm dəfinələri üçün 7-8 dənə mühüm nişanələrdən istifadə eləymişlər ki, bu nişanələrə hurufat-ı latin deyərlər. Bu hurufatı siz üçün müərrifi eləyəcəyəm, ta qəşəhtər tanıyasınız. Çünki bunların tək və təkin İranın bəzi mənatiqlərində müşahidə edilir və bu nişanələr bizi dəfiniyə çatdıra bilərlər. Əvvəlminci nişanə huruf-i aydır. Huruf-i ay latin ki təqribən bizim yekimiz təkindir. Latin hurufatına qədim zaman ərzəşi ədədi də təyin eləmişmişlər. Bu hurufatların ərzəşi ədədisini bilsək, eləyə bildik ki, bunların üzü ilə dəfinə məkanını tapaq. Çünki bu ərzəşi ədədilər qədəm şumar və cəhətdəhəndədirlər. Ərzəşi ədədi ki, əlaməti ay üçün intiqab olmuşmuş. 1 imiş. Yəni, əgər bir yerdə bu əlaməti müşahidə eləsiniz, yəni bizim yekimiz təkin, əgər qədəm şumar olsa, bir qədəm götürəcək. İkinci əlamət, əlaməti V-dir. Eyni bizim bu nişanəmiz təkin. Ərzəşi ədədi ki, əlaməti V üçün intiqab olmuşmuş, 5 qədəm imiş. Pəs hər yerdə əlaməti V müşahidə eləsək, eləyə bildik ki, V-in 5 qədəmliğin bərrəsi eləyən. 3-cü huruf, huruf-i X idi. X ki bizim zərblərimiz təkindir. Bu da Rumluların və Yunanlıların mühüm nişanələrindəndir. Əlaməti X ya zərblər əgər Yunanlılara və Rumlulara mərbut olsa, biz üçün 10 qədəmə işarə eləyər. Əlaməti zərblər çox təməddünlərdə istifadə olunuymuş. Hətta İranlılarda, Ermənilərdə, Rumlularda, Yunanlılarda və alahi təməddünlərdə də bu əlamət həqqaqi olunuymuş. Dərkol, əgər X-imiz latin olsa, 10 qədəmə işarə eləyər. 4-cü əlamət ki, latin hurufatına mərbutdur, əlaməti L-dir. Əlaməti L 50 qədəmə işarə eləyər. 5-ci əlaməti C-dir. C 100 qədəmə işarə eləyər. 6-cı D-dir. D 500 qədəmə işarə eləyər. Və 7-ci də əlaməti M ingilisidir. Əlaməti M ingilisi ya onlardan qabaq M latin, ərzəşi ədədisi 1000-dir. Bu latin hurufatı əlavə bərin ki, qədəm şumar ola bilərlər. Hətta tedadı dəfiniyə və tedadı sikkələrə də işarə eləyə bilərlər.
Pəs bu 7 dənə hurufat-ı latinin ərzişi ədədilərin bir söz siz üçün çox mühimmidir. Bu hurufat alahi dövrələrdə bəzən alahi mənidə verirlər və ərzişi ədədiləri bir miqdar fərq eləyir. Vəli əgər istəsəm kollu alətdə deyəm, bunların ərzişi ədədisi öcürdür ki, xidmət üzə ərz elədim. Pəs bunların bəhsi bekənar. Bu 7 dənə əlamətdən sonra hətta bir dənə əlamət vardı ki, ona əlamətə iqrəqə latin deyərlər. Bəzən dəfinə üçün əlamətə iqrəqdən də istifadə eləymişlər. Məsələn, əlaməti X ya zərbdər əgər Yunanlılara və Rumlulara mərbut olsa, əksərən təqatıları göstərər. Yəni, əgər X saf daşın üstündə gəlsə və ətrafında heç qunə dərə, çay, yol və təqatı olmasa, 10 qədəmliğin bərrəsi eləyəcək. Vəli əgər dərələr tinində gəlsə, yol və dərələr təqatılarında gəlsə, təqatüh nöqtələrinə işarə eləyər. Pəs gələ bu moriddə hətmən havasımız olar. Əlamət-i V nöqtəyi ətfə və nöqtəyi peyvəstəciyə işarə eləyər. Yəni bu nişanə əlavə bərinki qədəm şumardır. Bəzi məhvətələrdə dərənin uca qismətinə ya məsələn 2 dənə qədimi yol bir-birini qət eləyən nöqtəsinə və dərkol bu cür məhvətələrə işarə eləyə bilər. Əlamət-i iqrəq də həm rahruğa və həm tunelə işarə eləyə bilər. Həminki cinə də təqatılara işarə eləyə bilər. Pəs əlamət-i V, əlamət-i X ya zərblər və əlamət-i iqrəq əgər dərələrin böyründə gəlsələr və əgər təqatılarda gəlsələr, biz üçün razalud olarlar və bizi alahi yerə hidayət eləyərlər. Çox onların bəhsinə keçməyəm, onları xidmət üzə ərz elədim, ta əgər bir zaman öcür əlamətlərinə rübəru olsunuz, bunları qəşəng tanıyasınız. Feylən bugünkü videomda istəyəm əlamət-i V-yə görə danışam. Pəs ərzişi ədədi əlamət-i V 5 qədəmdir. Bu 5 qədəm o zaman ərziyabi olunacaq ki, bizim V əlamətimizin sağları bir əndazədə ola. Eyni bu moridimiz təkin, əgər baxsız, görəcəksiniz ki, bizim bu V-imiz sağları bir əndazədədir. Vəli əgər V əlamətin bir sağı böyükdər olsa, bəray misal, fərz eləyiz ki, bu uzun ola və bu birisi güdə ola, o mövqə V-in uzun sağına sarı hərəkət eləyəcəyik. Pəs bu nöqtədə həmişə yadınızda olsun. Pəs bizim bu V-imiz bir əndazədə gəlibdir. Bu təraşədir və be heç ondan təbii deyil. Ətrafında təbii işlərdə görsənək. Məsələn, bu qismətlər təbiidir kollən. Vəli əgər buxarı olsunuz, görəcəksiniz ki, bu daşımız bu qismətdən kəsilibdir və bir də bu qismətdən kəsilibdir. Bu kəsintilər kamilən qabilə müşahidə və rəayətdirlər və heç mövqə bunlar təbii ola bilməzlər. Əlavə bər bu, alahi əlaim və nişanələr ki, bu məhvətədə vardır və əlaimə təkbili və təsbitidirlər. Onlar da bir şəraitdə gəlibdilər ki, onlar da Yunanlıların asarına mərbutdular. Bizim buradakı əlamətimiz bir Yunani əlamətidir və mütməinnən Dövran-ı Sulukidə bu daşı kəsiblər. Addi alətdə əgər V-in sağları bir əndazədə olsa, V-in tiz tərəfinə sarı dayanacaq və 5 qədəm qabağa sarı götürəcəyik.
O zaman bu işə əncam verəcəyik ki, V əlamətimiz tək gələ və yanında heç quna əlain və nişanə olmaya və sağları da bir əndazədə ola. 5 qədəm götürəcəyik və qabaqda məzar dalıca olacaq. İmkanı vardı ki, məzar kollən yerin altında gizlin ola və heç quna üzdə sənçini qabili müşahidə olmaya. Vəli bir dənə nöqtə ki vardı. Odur ki, bizim bu V-imiz dərə üstündə gəlibdi və 5 qədəmə işarə eləmək. Bəlkə biz üçün rəmzaluddur və bunun təfsiri və rəmz qoşayısı çox peçidədir. Bundan ötürü gəlib kollu mühitin ətrafını dəlik deşik eləyiblər. Daşın dalın qazıblar. Böyürləri kollan qazıblar. Ta məbada Yunanlıların dəfinəsi ya məqbərəsi bu qismətlərdə ola. Çoxlu ətbari burada əncam tapılıbdır. Kollan kiran daşı kəsblər və özləri üçün yalandan zəhmət açıblar. Feylən bunlarla işimiz yox. Sərigə deyən bunun təfsirinə bizim V əlamətimiz həmantor ki ərz elədim. Noqtaya ətvi görsədər, yəni dərələrin uca qismətin ya dərələrin bir-birinə qoşulan yeri və əgər baxsız bizim bu V-imiz dərənin üst qismətində gəlibdir. Və cəlib odur ki, diqqətli baxanda görüyoruz ki, bizim V-imiz bir halətdədir ki, altından bir dənə şiar ayrılıbdır. Diqqət eləyiz. Bizim əlamətimiz bücürdür. Daşın axırınca idaməsi yoxdur. Bəlkə bu qismətdə qutarıbdır. Bunu iqrəb əlaməti ilə iştibah tutmayız. İqrəq olsaydı, bu sağı gələk bir yana sarı olaydı. Bizim Doran-ı Bastonda bərəks iqrəqimiz yoxdur. Pəs bu bir dənə əlaməti verdi ki, bunun bir sağından şiar ayrılıbdır. Pəs V-yi görəcəyin. Əvvəl dərənin nöqtəyə ətvin tapacaq ki, nöqtəyə ətv dərə düz o qismətdədir. O zaviyə təngəşəhlər görsənək. Və dərənin üst qismətində biz bir məsafəti tey eləyəcəyik ta dəqiq nöqtəmizə çatayın. Buna su tökəyəm ta dəqiqlər görəsiz və bu kəndi qarını rahatçılığıyla təşxis verəsiz. Pəs mən gələk gedəm dərə üstündə dayanam və beyin sağ əlinə sarı bir məsafət tey eləyəm. Əgər müşahidə eləsəz, görəcəksiniz ki, bizim dərəmiz V şəklindədir. Və dərənin bu tərəfinin idaməsində bir nazik dərə ayrılıbdır ki, eyni bizim əlamətimiz təkindir. Və bunun bu turşunda gələk biz hərəkət eləyək və o birisi nişanəni tapaq. Düz bu nazik dərənin üst qismətində
o daşın üstündə bizim ilahi əlamətlərimiz dərc olubdur. O birisi əlamətlərimiz biri canavar pəncəsidir. Dibində əyahəddi vardı, zoğəni vardı və bir dənə də müstətil şişlidə bərcostə təraşə vardı. Təqribən zoğəni müstətili bərcostə. Bu dəfinəni gəzmək üçün çoxlu burada həvvari əncam veriblər. Və istəməyəm ki, siz üçün dəqiq nöqtəni görsədəm. Çünki mütməyindən gəlib bu asara sədəmə vuracaqlar. Pəs bizim asarlarımız o daşın üstündədir. Gün batanımız bu qismətdədir. Əlanda gün təzə batıbdır. Bir yan qərb və bir yanda şərq idi. Cəlib odur ki, o daşın üstü bizim qəl'əmizdir. Pəs bizim məqbərəmiz ki, ehtimalən bir dənə Yunani şüvalyəsi ola bilər. O üst qismətdə tərrahi olunubdur. Bunun piçidə rəmz qoşayısı vardı. Pəs Behtərin Oğlaviyyət əlaməti-vin təfsirində 5 qədəm vin tiz tərəfinə sarıdır. Əgər baxsız, görəcəksiniz ki, bu qismətdə hamarlıq yerdir. Vəli bizim dərəmiz düz veyin cəhətindədir və o şiar iki ayrılıb biz üçün məsafət dəhəndədir. O şiar veyin bu rastasında olacaq. Bu cəhətdə ki, gəl yox. Üstəki daşa yetiş yox. Və bizim o nöqtədə qəl'ə varımızdır. O topa yer ki, müşahidə eləyirsiniz və düzdə gün orada batıbdır. Ora qəl'ədir və bizim məqbərəmiz düz qəl'ənin ətəyində tərrahi olunubdur. Yenə də gələn videoda görüşərik. Ya həq!